Salam, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Azərbaycan Respublikasının mövqeyi, Azərbaycan Respublikasının sərhədləri və relyefi ilə bağlı olacaqdır. Deməli, biz ilk öncə qeyd edə bilərik ki, Azərbaycan Respublikası Avrasiya materikində yerləşir və Asiya qitəsində Cənub-Qərbi Asiya regionunda yerləşən bir ölkədir. Azərbaycan Respublikası hər hansı bir dəniz və yaxud da okean sahilində yerləşmədiyi üçün hər hansı bir okeana birbaşa çıxışı yoxdur. Düzdür, biz Xəzər dənizi vasitəsilə, kanallarla dünya okeanına çıxış əldə edə bilərik. Təbii ki, bu birbaşa əlaqə olmadığı üçün biz Azərbaycanı materik daxili ölkə hesab edirik və Azərbaycan qurudan 5 ölkə ilə quru sərhədə malikdir, həmçinin 4 ölkə ilə su sərhədinə malikdir. Sərhədlərimizin uzunluğu, ümumi uzunluğu 3474 kilometrdir. Bunun 2649 kilometri təbii ki, quru sərhədimiz, 825 kilometri isə Xəzər dənizi vasitəsilə su sərhədimizi təşkil edir. Azərbaycanın ən ucqar nöqtələrinə gəldikdə, bilirik ki, Azərbaycanın ucqar şimal nöqtəsinə biz Quton dağı aid edə bilərik. Demək, ucqar şimal nöqtəyə aid olacaq Quton dağ. Demək, üzr istəyirəm, Quton dağ. Deməli, ucqar cənub nöqtəmizə aiddir Astara çay, ucqar şərq nöqtəyə aiddir Şahdili, ucqar qərb nöqtə isə aiddir Sədərək ərazisi. Deməli, Azərbaycan Respublikasının biz sərhədlərinə baxsaq, Azərbaycan şimaldan Rusiya ilə sərhəddir və Rusiya ilə sərhədimizin uzunluğu 391 kilometr təşkil edir. Azərbaycan Rusiya sərhədində yerləşən əsas coğrafi obyektlərə biz Baş-Qafqaz silsiləsini, Sudur silsiləsini, Samur çayını aid edə bilərik ki, bunlar Azərbaycan Rusiya sərhədində yerləşən əsas coğrafi obyektlərə aiddir. Deməli, Azərbaycan Gürcüstan sərhədi isə təqribən 471 kilometr təşkil edir və Azərbaycan Gürcüstan sərhədində yerləşən əsas coğrafi obyektlərə biz Mazın çayını, Qanıq çayını, Qabırlı çayını, həmçinin Ceyrançöl ərazisini, Candargöl, Qarayazı düzünü aid edə bilərik ki, bunlar Azərbaycan Gürcüstan sərhədində yerləşən əsas coğrafi obyektlərdir. Azərbaycanın bildiyimiz kimi quru vasitəsilə ən uzun sərhədi Ermənistanladır. Ermənistanla sərhədimizin uzunluğu 1007 kilometr təşkil edir və Azərbaycan Ermənistan sərhədində yerləşən əsas coğrafi obyektlərə Murğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası silsiləsi, Qarayazı düzü, həmçinin Naxçıvan ərazisində isə Zəngəzur və Dərələyə silsilələrin biz aid edə bilərik. Azərbaycanın cənubdan sərhədləri, yəni qonşusu İrandır. İranla sərhədlərimizin uzunluğu 765 kilometr təşkil edir. Və İranla sərhəddə yerləşən əsas coğrafi obyektlərə biz Araz çayını, həmçinin Muğam düzünü, Bolqar çay, bununla yanaşı Talış dağları, bunlar Azərbaycan, belə deyək, İran sərhədində yerləşən əsas obyektlərdir. Həmçinin biz buradan Astara çayı da nümunə kimi göstərə bilərik ki, bu da Azərbaycan-İran sərhədlərini təşkil edir. Azərbaycan Xəzər dənizi vasitəsilə Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir. Yəni, İran və Rusiya həm qurudan, həm də sudan Azərbaycan ilə sərhəddə yerləşir. Deməli, biz Azərbaycan Respublikasının relyefinə keçid etsək, biz bilirik ki, Azərbaycan ərazisinin demək olar ki, yarıya qədəri düzənli, yarıya qədəri isə dağlıqdır. Düzdür, burada dağlar üstünlük təşkil edir və Azərbaycan ərazisi cavan geosixinal zona hesab olunur. Azərbaycanda yerləşən əsas cavan dağlara biz aid edə bilərik Böyük Qafqaz dağların, aid edə bilərik Kiçik Qafqaz dağların, aid edə bilərik Talış dağların. Bunlar Azərbaycan ərazisində yerləşən əsas dağlıq ərazilərə aiddir. Və Azərbaycan Respublikasının ən hündür zirvəsi Bazar düzü, yəni Baş-Qafqaz silsiləsində yerləşən Bazar düzüdür. Hündürlüyü 4466 metrdir. Ən alçaq nöqtə isə Xəzər dənizi sahillərində -27 metr təşkil edir. Ona görə yəni Azərbaycanın ən hündür nöqtəsi 4466, ən aşağı nöqtəsi isə -27 metrdir. Yəni hündürlük amplitudu təqribən 4493 metrdir. Yəni 4500 metrə təqribən yaxındır. Azərbaycan
belə deyək, dəniz səviyyəsindən -27 metr aşağıda da dedik ki, yəni Xəzər dənizindən söhbət gedir. Azərbaycanda dəniz səviyyəsi Baltik dənizindən ölçülür. Yəni biz Baltik dənizi belə deyək, Azərbaycanda mütləq hündürlüyü, yəni Baltik dənizindən hesablanır. Ona görə də Xəzər dənizi sahilləri -27 metr aşağıda yerləşirdi. Ümumiyyətlə Azərbaycan Respublikasının ərazisinin belə deyək 27% 1000 metrdən yüksək olan ərazilərdir. 1000 metrdən yüksək. Yerdə qalan 73% isə 1000 metrə qədər olan ərazilərdir. Deməli, bir daha qeyd edək. 27% 1000 metrdən yüksək. 73% isə 1000 metrə qədər. Və bu 73%-in də yadda saxlayaq ki, 18% bu 73%-dən 18% ümumiyyətlə 0 metrə qədər, yəni əsasən çökəkli olan ərazilərdir. Yəni hündürlüyü 0 metrə qədər, yəni dəniz səviyyəsindən aşağıda olan ərazilərdir. 24% deməli 0-200 metr aralığındadır. Və yerdə qalan 31% isə təbii ki 200-1000 metr arasında yerləşir. Bir daha qeyd edirəm. Deməli, Azərbaycanın ərazisinin harca 27% 1000 metrdən yüksəkdir. Yerdə qalan 73% isə 1000 metrə qədər olan ərazilərdir. Bu 73%-dən 18% 0 metrə qədər olan, yəni əsasən çökəkli ərazilərdir. 24% 0-200 metr arasında yerləşən ərazilərdir. 31% isə 200-1000 metr aralığında yerləşən hündürlüklərdir. Deməli, Azərbaycan ərazisində dedik ki, əsas şimaldan Böyük Qafqaz dağları yerləşir və Böyük Qafqaz dağları, ümumiyyətlə Qafqaz dağları Azərbaycanda Tinav-Rosso zirvəsindən başlayır və Abşeron yarımadasına qədər davam edir. Hətta Xəzər dənizinin içi ilə belə deyək, Türkmənistana qədər davam edir bu dağlar. Və Böyük Qafqaz dağlarında yerləşən əsas silsilələrə deməli Baş Qafqaz silsiləsini biz aid edə bilərik. Yan silsiləni aid edə bilərik. Sudur silsiləsini aid edə bilərik. Niyaldağ, Qovdağ, Ləngəvi silsilələrini aid edə bilərik. Dübrar ərazisini aid edə bilərik və Ələt tirəsini aid edə bilərik ki, bunlar Böyük Qafqazın əsas silsilələri və tərkib hissələridir. Biz ilk öncə Baş Qafqaz silsiləsindən danışsaq, bilirik ki, Baş Qafqazda bayaq da qeyd etdiyimiz kimi ən hündür zirvə Bazar düzü zirvəsidir. Hündürlüyü 4466 metrdir. Həmçinin Baş Qafqaz silsiləsində hündürlüyü 4000 metrdən hündür olan Zəfər zirvəsi, Tufandağ, Bazaryurt, Raqdan, Çingiz Mustafayev adına kimi biz zirvələri aid edə bilərik. Zəfər zirvəsinin hündürlüyü 4301 metr. Tufandağın hündürlüyü 4191 metr. Bazaryurdun hündürlüyü 4126 metr. Çingiz Mustafayev adına olan zirvənin hündürlüyü 4063 metr. Raqdan hündürlüyü 4020 metr. Həmçinin bununla yanaşı hündürlüyü yəni 3000-2000 metr arasında olan Heydər zirvəsi, Babadağ zirvəsi, Qaraburqa, Salavat aşırımı, bu kimi zirvələri biz Baş Qafqaz silsiləsinə aid edə bilərik. Burada da Heydər zirvəsinin hündürlüyü 3755 metr, Babadağın hündürlüyü 3629 metr, Qaraburqanın hündürlüyü 3471 metr, Salavat aşırımının isə hündürlüyü 2915 metrdir. Azərbaycanda Böyük Qafqazda yerləşən ikinci əsas silsilələrdən biri Şahdağ yan silsilədir. Yadda saxlayaq ki, yan silsilə, yəni Rusiya ilə sərhəddə düşmür. Bəzən şagirdlər bunu qarışdırırlar. Yəni Rusiya ilə sərhəddə yerləşmir. Və Şahdağ silsiləsinin də ən uca zirvəsi 4243 metr olan yan silsilənin ən hündür zirvəsi hündürlüyü 4243 metr olan Şahdağ zirvəsidir. Dübranın isə hündürlüyü 2205 metrə bərabərdir. Azərbaycanın qərb hissəsində yerləşən ikinci əsas yüksək ərazilər Kiçik Qafqaz dağlarına biz bura aid edə bilərik.
Kiçik Qafqaz dağları da bir neçə silsilədən ibarətdir. Biz bunlara Şahdağ silsiləsini, Şərqi Göyçə silsiləsini, Qarabağ vulkanik yaylasını, Qarabağ silsiləsini aid edə bilərik ki, buranın əsas silsilələrindəndir. Həmçinin Murovdağ silsiləsi. Gördüyümüz kimi burada Şahdağ silsiləsi. Şahdağ silsiləsinin ən hündür zirvəsi deməli Qocadağdır və hündürlüyü 3318 metrdir. Həmçinin burada Qararxac zirvəsi də 3063 metr təşkil edir. Biz Murovdağdan danışsaq, Murovdağda ən hündür zirvə bildiyimiz kimi Camışdağ hesab olunur. Camışdağın hündürlüyü 3724 metrdir. Həmçinin burada yerləşən digər zirvələrə hündürlüyü 3000 metr, 3000 metrdən biraz daha yüksək olan Hinaldağ, Qoşqardağ və Kəpəz dağların aid edə bilərik. Digər bir silsilə qeyd etdiyimiz kimi Şərqi Göyçə silsiləsi oldu. Şərqi Göyçədə də ən hündür zirvə Kətidağ zirvəsidir. Bura qeyd edək, Kətidağ hündürlüyü 3399 metrdir. Kiçik Qafqazda yerləşən digər bir silsilə biz Qarabağ vulkanik yaylasını qeyd edə bilərik. Qarabağ vulkanik yaylası bilirik ki, vulkanik çöküntülərlə örtülü bir ərazidir və bu ərazi əsasən sönmüş vulkanlardan ibarətdir. Və buranın ən hündür zirvəsi bildiyimiz kimi Dəli dağdır. 3616 metr. Həmçinin burada yerləşən digər zirvələrə Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya və s. kimi yüksəklikləri aid edə bilərik. Digər bir silsilə isə Qarabağ silsiləsi oldu. Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirsdir və Böyük Kirsində hündürlüyü təqribən 2725 metrə bərabərdir. Biz Naxçıvan hissəsinə, Kiçik Qafqazın Naxçıvan hissəsinə baxsaq, burada əsas biz iki böyük silsilədən danışa bilərik. Onlardan birincisi Zəngəzur silsiləsidir və Zəngəzur silsiləsində ən hündür zirvə Qapıcıq zirvəsidir. Və Qapıcıq zirvəsinin ən hündür nöqtəsi deməli 3904 metr hesab olunur. Bununla yanaşı biz burada Qazangöldağ deməli zirvəsindən danışa bilərik. Bunun da hündürlüyü 3829 metrdir. Biçənək aşırımında isə hündürlüyü 2346 metr təşkil edir. Dərələyə silsiləsinin isə ən hündür nöqtəsi Küküdağdır. Qeyd edə bura Küküdağ və Küküdağın da hündürlüyü 3120 metr təşkil edir. Daha sonra Azərbaycanın cənub hissəsində, Azərbaycanın cənub hissəsinə keçməmişdən öncə bir daha şagirdlərin ən çox qarışdırdığı məqamlardan biri Murovdağı bəzən Ermənistanla sərhədə verirlər. Yadda saxlayaq ki, yəni Murovdağ silsiləsi Ermənistanla sərhəddə yerləşmir. Biz Azərbaycanın cənub bölgəsinə keçsək, Azərbaycanın cənubunda Talış dağları yerləşir. Talış dağları 3 böyük silsilədən ibarətdir. Deməli, Burovar silsiləsi, Peştəsər silsiləsi və Talış silsiləsi. Və bu silsilələr içərisində Talış silsiləsi daha böyük hündürlüklərə malikdir və burada ən hündür zirvəni biz belə deyək, Kömürköy zirvəsi 2493 və Qızgurdu zirvəsini aid edə bilərik 2433 metr. Azərbaycanın düzənlik hissələrinə keçid etsək, Azərbaycanın ilk öncə şimal və şimal-şərq hissələrindən başlasaq, burada biz Xəzər dənizi sahillərində, həmçinin Rusiya ilə sərhəddə yerləşən Şollar düzünü aid edə bilərik. Daha sonra Xəzər dənizi sahillərində Samur Dəvətçi ovalığı, burada çaylar böyük çöküntülər çökdürür və bura çöküntülərin çökməsi nəticəsində Samur Dəvətçi ovalığı əmələ gəlir. Həmçinin Xızı ərazisində Yaşma düzünü biz aid edə bilərik ki, bu ərazilərin əsas düzənlikləridir. Abşeron ərazisində isə Abşeron təpəli tirəli düzənliyi buranın əsas düzənliyidir. Daha sonra biz Xəzər dənizi sahilində yerləşən digər düzənliklərinə Kürd çayının sol sahilində yerləşən Cənub-Şərqi Şirvan düzünü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü və Azərbaycanın cənub hissəsində yerləşən Lənkəran ovalığı
Lənkəran ovalığı.